Salam əziz müəllimlər. Deməli bu günlərim sizlə təfəkkürün növləri mövzusunun testlərinin izahını verəcəyik. Deməli birinci sualda bizə deyir ki, uyğunluğu müəyyən edin. Baxın burada bizə verib müşahidə etmək, sual vermək, təcrübə aparmaq, əlaqənin yaradılması. Bunlar nəyin bacarıqları idi? Yaradıcı təfəkkürün bacarıqları. İndi biz bunları uyğunlaşdırmalıyıq. Deyir ki, şagirdlərdə bu fəaliyyəti etməyə yönəltmək lazımdır ki, onlar düşüncələrini fərqli istiqamətə yönəldə bilsinlər. Bu nəyə aiddir? Baxın, belə deyək də sizə. Sual vermək, yəni A gedəcək 2-yə. Sonra deyir ki, müəllim şagirdi daim düşünməyə, müşahidə etdiklərini istənilən situasiya ilə assosiasiya yaratmağa. Assosiasiya sözün mənası əlaqənin yaradılması deməkdir. Elə deməli 4-ə getdi B. Sonra deyir ki, müxtəlif və fərqli insanların fəaliyyətinə baxmaq. Baxın, onların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan, yəni bizim məşğul olduğumuz fəaliyyətə, oxşar fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək bu fəaliyyətlə bağlıdır. Zaten izləmək, digər insanların fəaliyyətinə baxmaq nədir? Müşahidə etmək bacarığı. Deməli 1-ə getdi C. Və sonuncu, bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapana dək çalışmağın lazım olduğunu bildirir. Bu da deməli təcrübə aparmaqdır. 3-ə getdi D. Yəni deyir ki, əgər bir şeyi sınaqdan keçirmisənsə, amma sonunda uğursuz olmusansa, təslim olma, dayanma, sonuna qədər, uğur qazanana qədər davam et. Baxaq deməli C, A, D, B. C, A, D, B. A variantı bizim doğru cavabımızdır. 2-də deyir ki, müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılmasına daha az xidmət edir. Yəni demək istəyir ki, bu 5 variantdan birində müəllim elə bir davranış edir ki, bu zaman uşağın problem həll etmə bacarığı inkişaf etmir. İndi görək o hansı variantdır. Deyir, müəllim şagirdlərə müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə, dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Bəli, bu zaman uşaq problem həll etmə bacarığı, yəni şagirddə formalaşa bilər. Çünki əgər müşahidə etdiyini təhlil edə bilirsə, dəyərləndirə bilirsə, öz fikirlərini deyə bilirsə, deməli problem həll etmə bacarığı inkişaf edə bilər. Yəni A getdi. Problemin həlli proseslərini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyati situasiyalar təqdim edir. Bəli, burada da uşaqlara real həyati situasiya təqdim edir ki, yəni gedin bu problemi həll edin. Bu da düzdür. Şagirdlərə birgə çalışa, bir-biri ilə fikirlərini paylaşa biləcəkləri layihə işi verərək dəstəkləyici mühit yaradır. Bəli, uşaqlara birlikdə çalışa biləcəkləri, yəni əməkdaşlıq edə biləcəkləri bir layihə işi verir. Layihəni də uşaqlar həll edir. Bir layihəni uşaqlar həll edə bilirsə, deməli problem həll etmə bacarığı bunlarda inkişaf edə bilər, düzdür. Müəllim şagirdlərin çətinliklə qarşılaşdıqda, çətinlik nə deməkdir? Yəni problemlə qarşılaşdıqda emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onlara müxtəlif praktik məşğələlər keçir. Yəni ki, biz hansı çətinliklə qarşılaşanda emosional sabitlik nümayiş etdirməliyik. Yəni öz əsəblərimizi qorumaq, o an öz emosiyalarımızı qorumaq, özümüzü ələ almaq və s. Deməli, burada da var. E-də deyir ki, müəllim təqdim etdiyi problemin həlli yolunun addımlarını şagirdlərə aydın təlimatla çatdırır. Lazım gəldikdə konstruktiv rəy ilə təmin edir. Da nə oldu? Deyir ki, müəllim şagirdə baxın, deyir, təqdim etdiyi problem. Müəllim şagirdə problemi təqdim edib, həlli yolunun addımlarını şagirdlərə hələ aydın təlimatla da çatdırıb. Yəni problemi verib, həlli yollarını da uşağa nöqtə-bə-nöqtə verib. Yəni nöqtə vergülünə qədər verib. Elə bil halvanı bişirib, deyib ki, alın indi yeyin. Yəni bu uşaqda necə problem həll etmə bacarığı inkişaf etsin? Uşağın edə biləcəyi bir şey qalmayıb. Hər şeyi müəllim hazır edib verib uşağa. Ona görə E variantında deməli uşaqda problem həll etmə bacarığı formalaşa bilməz. Gəldik 3-cü suala. 3-də deyir ki, hansı variantda uyğunluq gözlənilib?
Uyğunluq o deməkdir ki, əgər məsəl üçün bu fikir doğrudursa, qabağında da bu varsa, deməli doğrudur da. Burada doğru yazılmalıdır. O zaman olacaq uyğun. Bildiniz, yəni bu olub bizim uyğunluq. Bunun mənasını başa saldım. İndi baxaq. Deyir, arqumentləri kənara qoyaraq öz mövqeyini gücləndirmək. Məntiq xətaları keçmişdik. 7 dənə məntiq xətamız var idi. Onun biri boş adam xətası idi. Deyirdik ki, arqumenti kənara qoyub öz mövqeyini gücləndirir. Açar sözü demək istəyirsən ki, mən deyirəm ki, ay bacı, biz niyə bu, məsəl üçün, kartof frini yedik, kolanı içdik, bu adamı kökəldir. Bu da mənə qayıdıb deyir ki, demək istəyirsən ki, mən kökəm. Yəni, arqumenti, mənim dediyim fikri kənara qoyub, bu adam öz mövqeyini gücləndirir. Boş adam xətasıdır və doğrudur da, yəni. Boş adam xətasıdır, qabağına da doğru yazıb. Məndən də uyğunluq istədiyinə görə, deməli, biri götürürəm. Sonra deyir ki, deməli, danışanın fikrini yayındıraraq səsləndirdiyi fikri fərqli istiqamətlərə çevirir. Çox mənalı danışmaq. Bəli, deyirdik də auditoriyanın fikrini yayındırır, söz oyunu edir. Düzdür də, çox mənalı danışmaqdır. Amma qabağına yanlış yazıb. Amma doğruydu. Yəni burada nə oldu? Görürsünüz, uyğunsuz. Bu başqa işarədir, bu başqa işarədir. Yəni bu doğrudur, bu yanlışdır. Bu doğru, bu yanlış. Burada necə uyğunluq ola bilər? Uyğunluq olması üçün bu da D olmalıdır, bu da D olmalıdır da. Yəni doğru, doğru. Amma görürsünüz, uyğunsuzdur. Ona görə 2-ni götürmürük. Fikri əsaslandırmaq üçün deyilmiş fikri sadəcə dəyişmək. Biz sirkulyar arqumentdə demişdik ki, bir fikir yeni bir fikri ehtiva etmir. Yəni ki, məsələn, mən deyirəm ki, siqaret çəkmə, siqaret çəkmək ziyandır. Bu adamda yeni bir fikir əsaslandırmır, eynisini deyir. Deyir, mən siqaret çəkmirəm, siqaret çəkmək ziyandır. Baxın, bir daha deyirəm. Ola bilər ki, cümlə və cümlə eyni deməsin, amma məna baxımından eyni olur. Yəni, buna deyirik sirkulyar arqument. Bu fikir, yəni bu tərif həqiqətən də sirkulyarın tərifidir. Qabağına da doğru yazılıb. Yəni doğru, doğru. Deməli bu da uyğundur. Cavabımız 1-3-dür. Hörmət edilən şəxs nəyəsə inanırsa, bunun doğru olduğunu düşünmək. Bəli, hörmət edilən şəxs əgər bir nəfər bir şəxsdirsə, bu özünü bənzətməkdir. Bəli, bu doğrudur. Amma qabağına yanlış yazıb. Artıq görürsünüz, doğru, yanlış. Bu oldu uyğunsuz. Yəni bunu götürmürük. Bizdən çünki uyğunluq istəmişdi. Doğru cavabımız 1-3. Getdik. Deyir ki, təfəkkürə aid edilə bilməz. Deyir, təfəkkür insan zehnində baş verən idraki prosesdir. Düz deyir də. İnsan zehni, zehin, kognitiv, sonra idraki proseslərimiz nədir? Dərk etmək, anlamaq, başa düşmək. Təfəkkür nədir? Öyrənmə prosesi. Düz deyir də, təfəkkür insan zehnində baş verən idraki prosesdir. Anlamağımız, başa düşməyimiz və s. Nə bilim, nəyisə öz münasibətimizi bildirmək, dəyərləndirməyimiz, təhlil etməyimiz və s. Yəni, bu aiddir. Biz aid edilə bilməz, onu axtarırıq. Deyir, təfəkkür xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Baxın, elə yanlış olan budur, B variantıdır. Niyə xüsusi bir sahə ilə? Təfəkkür elə hər sahəyə aiddir. Hansı xüsusi bir sahəyə təfəkkürümüz işləmir ki? Təfəkkür insanda psixoloji assosiasiyalar, yəni əlaqə yaratmaq, müxtəlif modellər formalaşdırmağa kömək edir. Bəli. Bu düzdür. Hətta yaradıcı təfəkkürdə keçmişdik əlaqələrin yaradılması, assosiasiya yaratmaq. Yəni bu düzdür, götürmürük. Təfəkkür informasiya axtaranda, ümumiləşdirəndə və s. fəaliyyət zamanı formalaşır. Bəli, deyirik səbəb-nəticə əlaqəsi, yəni və yaxud da ümumiləşdirmək, qruplaşdırmaq, müqayisə etmək və s. Bəli, bu da təfəkkürə aiddir. Təfəkkür refleksiya yolu ilə metakognitiv bilikləri formalaşdırır. Baxın, refleksiya, belə deyək də, dərsin sonunda olan möhkəmləndirmə mərhələsidir və yaxud da o zaman qiymətləndirmə də ola bilər. Qiymətləndirmə mövzusunda keçəcəyik, bir neçə növləri var. Birini götürürəm, özünü qiymətləndirmə və yaxud da yoldaş qiymətləndirməsi. Metakognitiv bilik də özümüzlə bağlıdır, öz öyrənməmizlə, öz biliklərimizlə. Mən bu şeyi necə öyrənsəm daha yaxşı qavrayaram. Baxın, burada da refleksiya yolu ilə özünü qiymətləndirmədən söhbət gedir. Tənqidi təfəkkür. Adam öz-özünü qiymətləndirir. Mənim zəif tərəflərim, mənim güclü tərəflərim, bunu daha yaxşı bilirəm, bunu daha zəif bilirəm. Həm metakognitiv bilikdir, həm təfəkkür deyir refleksiya yolu ilə. Bu da olur tənqidi təfəkkür. Yəni bu da aiddir, doğrudur.
Getdik 5-ci sualda, deyir ki, cədvələ əsasən uyğunluğu. Cədvəldə nə edirdik? Həmin dəqiqə işarələrimizi qoyurduq. Deyir, tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən fərqləndirə bilirlər. Bəli, hətta demişdik ki, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən fərqləndirir. Düzdür. Tənqidi təfəkkürə malik şəxslər alternativ yollar tapmaqda səriştəli olur. Alternativ yol axtaran kimlər idi? Yaradıcı təfəkkür. Deməli, bu səhv oldu. İnsan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Düz deyir də, biz görür məntiqi təfəkkürün 10 dənə düşünmə formasından keçmişik. Ancaq birindən istifadə etmirik ki, müxtəlif yollardan istifadə edirik. Düz deyir də, bir düşünmədən istifadə etmirik. Bu düzdür. Tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələlərə qeyri-standart yanaşma irəli sürür. Bu da tənqidi təfəkkür yox, yaradıcı təfəkkürdür, qeyri-standart yanaşma, alternativ yollar. Bu yanlışdır. İndi uyğunluğu istədiyinə görə, deməli, mən nəyi götürəcəm? Buna uyğun, deməli, 1-dəkidir. Buna uyğun isə 4-dəkidir. Cavabımız 1, 4 götürdük. Getdik. 6-cı sual deyir, klasteri tamamlayın. Yaradıcı təfəkkür yeni yanaşmalar tələb edir. Aha, düzdür. İndi bizə 2 dənə cümlə verib, üçüncünü də yaradıcı təfəkkürə aid 3-cü cümləni biz tapacağıq. Hadisələrə və problemlərə fərqli baxmaq bacarığıdır. Düzdür də, yaradıcı təfəkkür fərqli baxma bacarığıdır. Təkcə qabiliyyət və istedadla bağlı deyil, formalaşdırılması mümkün təfəkkür növüdür. Bəli, bunu da keçəndə demişdik ki, təfəkkür, belə deyək də, yaradıcı təfəkkürə sahib olmaq o demək deyil ki, bu insan istedadlı şəxsdir. Yaradıcı təfəkkür sonradan da formalaşdırıla bilir. Necə? Biz bunu dərslərimizdə keçmişdik. Tənqidi və yaradıcı təfəkkürü müəllim uşaqlarda necə formalaşdıra bilər? Bu da düzdür. İndi biz buna aid 3-cü cümləni tapmalıyıq. Deyir, müxtəlif yanaşmalardan istifadə edərək yeni yanaşma nümayiş etdirir. Elə budur da, yeni sözü yaradıcıdır. Etibarlı informasiya toplamağı tələb edir. Bu tənqididir. Dilemmalar üzərində müzakirə apararkən fikrini əsaslandırır. Tənqididir. Baxın, dilemma nə idi? 1-2 seçim olur. Biz elə bil onun içindən birini seçməli oluruq da. Sonra problemin yaranma səbəbini araşdırır. Problemin sadə yolla həll edir. Yaranma səbəbini də araşdıran tənqidi götürə bilərik. Sadə yolla həll edir, məntiqi. Belə, getdik 7-ci sual, uyğunluğu müəyyən edin. Deyir, gələn turistlərin bir neçəsi sarışındır. Ruslar sarışın olur. Deməli, gələn turistlərin hamısı sarışındır. İndi 1-ə nə gedəcək? Baxırıq, aşağıda ABC-də verib də. Bax, gördünüz, deyir, bir neçəsi sarışındır. O nə idi? Deyirdik, 1-2 şeyi ümumi qrupa əlavə etmək. Bir neçəsi sarışındırsa, deməli, hamısı rusdur. Artıq biz burada həddən artıq ümumiləşdirmə etdik. 1-ə getdi C. Deyir, övladınız son zamanlar dərsə hazırlıqsız gəlir. Bu da deyir, siz mənim yaxşı valideyn olmadığımı deyirsiniz. O boş adam xətası var. Demək istəyirsən ki, mən yaxşı valideyn deyiləm. B getdi 2-yə. Yağlı xörəklərin yeyilməsi məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Mən də yağlı yeməklər yemirəm, çünki sağlamlığa ziyandır. Bu da oldu, deməli, sirkulyar arqument. Çünki eyni fikri ehtiva etdi. Yeni bir fikir demədi. Test tapşırıqların cavablarının çoxu səhvdir. Demişdim ki, imtahana qədər telefondan istifadəyə məhdudiyyət qoy. Telefondan istifadə etmirdim. Sadəcə gələn bildirişləri silirdim. Burada da nə oldu? Çox mənalı danışmaq, söz oyunu edir. 4-ə də getdi D. Deməli, C, B, A-dır. Haradadır? Baxaq, C, B, A-dır. D variantı. Getdik 8-ci sual. Deyir ki, verilənlərdən biri divergent düşüncə tərzinin xüsusiyyətlərinə aid deyil. Bu düşüncəyə malik olan insanlar problemin həllinə müxtəlif perspektivlərdən baxır. Bəli, divergent digər yollar, başqa yollar, alternativ yollar axtarır. Ona görə də gec nəticəyə gəlir. Amma konvergent hazıra nazırdır. Əlinin altında sınanmış, təcrübədən keçmiş yollara baxıb ondan ən səmərəlisini özünə seçir. Deməli, bu divergentdir də, bu aiddir, bunu götürmürük. Hər hansı bir problemin həlli yolu ilə bağlı alternativ axtarır. İndicə dedik, bəli.
Mövcud ideyalar içərisindən, bax mövcud bu artıq hazıra nazırdır. Mövcud ideyalar içərisindən ən səmərəlisini müəyyənləşdirməklə problemi həll edir. Bax bu aid deyil, çünki bu konvergentdir. Konvergent. Tez nəticəyə gəlmək qabiliyyəti aşağı olur. Düzdür, çünki divergent gec nəticəyə gəlir, tez nəticəyə gələ bilmir. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Bəli, digər yollar, alternativ yollar yaxşı tapırlar. Yəni bir dənə C variantı konvergentdir. Getdik 9-cu sual. Deməli, deyir, Kitabi Dədə Qorqud dastanında Basatın Təpəgözü öldürdüyü boy əfsanəvi səciyyə daşıyır. Deməli, dastan yalnız real hadisələri əks etdirmir. Burada əfsanə elementləri də mövcuddur. Mühakimə haqqında deyilənlərdən hansı doğrudur? Baxın, burada induktiv düşünmədir. Niyə? Kitabi Dədə Qorqud dastanını da hamımız bilirik ki, 12 dənə boyu var. Bu bizə amma bir dənə boyu nümunə göstərdi. Məsəl üçün var Salur Qazanın evinin yağmalanması boyu, nəsə də belə. Boylar var 12 dənə. Bu bizə birini nümunə göstərib. Bir dənə nümunə çəkib, sonra bizə qaydanı deyib, dastan yalnız real hadisələri əks etdirmir. Burada əfsanə elementlər də mövcuddur. Yəni nümunədən qaydaya getdiyinə görə induktiv. 10-cu sualda deyir ki, səmərəli düşünən şagirdin bacarıqlarına aid deyil istəyir, yəni yanlış istəyir. Hadisələri düzgün təhlil edir. Bax, səmərəli düşünən deyəndə burada söhbət tənqidi təfəkkürlü insandan gedir. Hadisələri düzgün təhlil edir. Bəli, tənqidi təfəkkürlü insan hadisələri düzgün təhlil edir. Bu aiddir. Fikirlərini formalaşdırmağı və ifadə etməyi bacarırlar. Bəli, zaten tənqidi təfəkkürlü insan kim idi? Fikrini düzgün ifadə etməyi bacaran, faktlar gətirən, argumentlər gətirən, öz fikrini əsaslandıran. Bu da aiddir. Uzun və səthi müzakirələrdən yorulmurlar. Baxın, uzun və səthi müzakirə bu boş insanın işidir ki, bütün günü boş-boş müzakirə eləsin. Deməli, bu tənqidi təfəkkürə aid deyil. Fikirlərini əsaslandırmağı bacarır. Bəli, bu da aiddir. Situasiyada problemi qabardırlar. Xeyr, tənqidi təfəkkürlü insan problemi qabartmır. Yəni, problemi qabardır, siz nə deməkdir? Bir problem çıxıb qarşısına, ay aman, mən nə edəcəm? Ay aman, bu problem niyə mənim başıma gəldi? Tənqidi təfəkkürlü belə eləmir. Da problem çıxıb qabağına, bu nə edir? Bu həll yolu. Bu həll yoluna köklənir ki, necə həll yolu tapa bilərəm? Ona görə bu da aid deyil. Yəni, cavabımız 3-5. Getdik, yanlış fikri müəyyənləşdirin. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Düz deyir də, ən birinci məntiqi təfəkkür olmalıdır, sonra tənqidi ilə yaradıcı. Bu düzdür. Gəlinən nəticələrin doğru olması üçün onları əmələ gətirən prinsiplərin də doğru olması şərtdir. Bəli, bu da doğru fikirdir. Yəni, əmələ gətirən prinsip doğru olsun ki, nəticə də doğru olsun da. Ardıcıl düşünən şagird bir addımı bitirir, sonra digərinə keçir. Görürsünüz, etap-etap, addım-addım, ardıcıl şəkildə. Bu da düzdür. Verbal düşünən şagird sxem və cədvəl. Baxın, sxem, cədvəl, xəritə, qrafik. Bunlar verbal yox, qeyri-verbaldır. Ona görə elə yanlış olan budur. D variantı yanlışdır. Verbal səsli düşünməkdir. Analoji düşünməni müqayisə bacarığının formalaşdırılması məqsədi ilə istifadə etmək olar. Bəli, analoji düşünmə nə idi? Oxşarlığın tapılması, müqayisə etmə bacarığı. Bu da doğrudur. Hansı tapşırıq şagirddə tənqidi təfəkkürü formalaşdırmır? Təbiətdə qida zənciri mövzusunu fərqli kitablardan araşdırmaq. Bəli də, burada araşdırmaq var. Adam gedir, fərqli kitablardan mövzunu araşdırır. Deməli, tənqidi təfəkkürü formalaşdıra bilir. Bu getdi. Finlandiya təhsilini Cənubi Koreya təhsil sistemi ilə müqayisə edərək dəyərləndirmək. Dəyərləndirmək, qiymətləndirmək, nəyəsə münasibət bildirmək, bu da tənqidi təfəkkürə aiddir. İnternet resurslarından istifadə edərək Kür və Araz çaylarının təsərrüfat əhəmiyyətini yenə təhlil etmək var. Bəli, bu da belə deyək də tənqidi təfəkkürə aiddir, formalaşdırır. NATO təşkilatına üzv olan ölkələri sadalamaq və fəaliyyətlərini söyləmək. Bu tənqidi təfəkkür deyil. Çünki bu əzbərçi xarakterlidir. Bu məntiqi təfəkkürə aid gəlir, faktoloji biliklərə aid gəlir və xatırlamaq mərhələsinə aid gəlir. Yəni taksonomiyanın keçəcək sizlə. Yəni mən bunu nə edirəm? Yadıma salıram. NATO təşkilatına hansı ölkələr üzvdür? Əzbərçi biliklərdə yadıma sarım deyirəm. Mən burada fikir əsaslandırmıram. Mən burada arqument gətirmirəm.
Yəni bildiniz, bu faktdır, bu var. Ona görə bu bizdə tənqidi təfəkkürü formalaşdırmır. Bu əzbərçi biliklərdir, D. Leyli və Məcnun əsərini müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək. Bəli, bu da dəyərləndirmək, bayaq da dedim, qiymətləndirmək, tənqidi təfəkkürdür. Yəni bu aiddir. İndi keçdik 13-cü suala. 13-də bizə verir Venn diaqramı. Yəni Venn diaqramı nədir? Oxşar fərqli cəhətlər. Divergent verib, konvergent verib və oxşar tərəflərini verib. Hər elə bir bənddən birini seçəcəyik. İndi baxaq, deyir, əlavə fikirlər tapmaqda yaxşıdırlar. Bəli, divergent əlavə fikir tapmaqda yaxşıdır. Problemin həllinə yaradıcı yanaşmır. Bu səhvdir. Axı yanaşır. Yəni, əksinə divergentdə yaradıcılıq var, yanaşır. Deməli, 2 getdi. Buradan biri götürəcəyik. Tez nəticəyə gəlmək qabiliyyətləri yüksək olur. Deyir, bu bunun oxşar cəhətidir. Xeyr, tez nəticəyə gələn konvergentdir. Divergent gec nəticəyə gəlir. Ona görə oxşar cəhət kimi 3-ü götürə bilmirik. Situasiyaya uyğun səmərəli qərar çıxardırlar. Bəli, biri mövcud olan fikirlərə baxır, onların içindən özünə, yəni hazıra nazır olur, içindən özünə ən səmərəlisini seçir. O biri də alternativ yollar axtarır, o yolların içindən özünə ən səmərəlisini seçir. Yəni hər ikisi də, bu ikisinə yəni ortaq götürə bilirik. Hər ikisi də sonda səmərəli qərar çıxardır. Yeni fikirlər tapmaqda çətinlik çəkir. Bəli, elə 5-i götürürük. Çünki konvergent yeni fikir tapmaqla işi yoxdur da. Bu hazıra nazırdır. Mövcud fikirlərə baxır, sınanmış fikirlərə baxır. İdeya axtarışında olur. Xeyr, konvergentlər ideya axtarışında olmurlar. Nə götürdük? 1, 4, 5 D variantı. Elektron cihazlardan uzun müddət istifadə etdikdə insan sağlamlığı üçün təhlükə yarana bilər. Baxın, burada mən ümumi dedim adını. Elektron cihaz. Bəs nədir elektron cihaz? Planşet, telefon, elektron cihazlardır. Bunlardan uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Bizdən yenə düşüncə tərzini soruşur. Baxın, birinci ümumi adı deyib, sonra ona uyğun nümunə çəkirdimsə, yəni nə olurdu bu? Ümumidən xüsusiyə nə olurdu? Təbii ki, deduktiv düşüncə. Yarasaların görmə qabiliyyətləri olmadığı halda onlar ötürdükləri siqnalların maneələrə toxunaraq geri qayıtması ilə istiqamətlərini müəyyən edə bilirlər. Onların bu xüsusiyyətin nəticəsində radar sistemləri yaradılmışdır. Aha, buradan da bizə deyir ki, buna hansı aid ola bilər? Bunu zaten dərs izahında da demişdim ki, bir şeyə baxıb yeni bir şey düzəldirlər. Analogiya, yəni oxşadıb düzəldiblər. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Elə bil avtomobilin yanacağının da problem var, tam yanmır. Onun nəticəsində qara tüstü yaranır. Bu isə ekologiyanı çirkləndirir. Havada oksigenin azalması ilə nəticələnir. Havanın çirklənməsi oksigenin azalması ilə ağciyələn funksiyasına təsir edir. Görün, bir hadisənin nəticəsində nə qədər hadisələr yarandı. Maşın xarab olub, yəni yanacaq sistemində problem var. Ona görə qara tüstü buraxır. Qara tüstü ekologiyanı çirkləndirir. Ekologiya çirklənəndə oksigen azalır. Biz də oksigenlə nəfəs aldığımıza görə ağciyərlərimizin funksiyasına mənfi təsir göstərir. Yəni bir hadisənin nəticəsində görün neçə cür hadisə yarandı. Sistemli düşünmə. Baxaq 17-yə. Deməli, bizdən uyğunluğu istəyir. Yəni burada fikirdə doğru olmalıdır, qabağında da doğru olmalıdır. Ya da ki, yanlış olmalıdır, qabağında da yanlış olmalıdır. Bir şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyən edir ki, əhalinin alıcılıq qabiliyyəti ilə həmin məhsula olan ehtiyacı arasındakı əlaqəni doğru təhlil etməlidir. Bura yazıb ki, ardıcıl düşünmə. Bu yanlışdır axı. Adam araşdırır, problemi araşdırır, hissələrə bölür, parçalayır, təhlil edir, analiz edir. Yəni bu olmalıydı analitik düşüncə. Analitik. Yəni yanlış fikirdir, yanlışdır. Amma qabağına doğru yazıb. Bu uyğundur bir-birinə bu işarələr. Xeyr. Deməli bu uyğunsuz oldu. Bir getdi. Şagirdlərə sinfi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcıllığı və əhəmiyyəti izah edilir. Sonra prosesin simulyasiyası təşkil edilir. Baxın, biz bunu proqram sonunda keçəcəyimiz mövzulardır. Müəllim tədris sinəvvərində sinifdə gözlənti, prosedur, qayda qoymalıdır. Yəni prosedur odur ki, məsəl üçün də ay uşaqlar evə gedəndə, yəni hamucu yığışır evə getməyə, sıraya düzülün. O uşaqlar bir-birlərinin çiyninə qoyurlar, əllərini sırayla düzülürlər. Ya da ki, uşaqlar dərsin bitməsinə 2 dəqiqə qalmış
hamı partasının altına baxsın, görsün kitabı, dəftəri, nə bilim jileti, nəysə qalmayıb ki, bunu hər dəfə elətdirməliyik və 21 gündə bunu məşq etdirməliyik ki, uşaqda vərdiş halını alsın. Yəni bu prosedur qoymaq, elə bir qayda qoymaq kimi bir şeydir. Simulyasiya isə iş üsullarında keçəcək. Yəni bunu səhnələşdirmək, məşq etdirmək. Yəni qayda qoymuşam, sonra bunu mən məşq etdirirəmsə, nə olur? Qaydadan nümunəyə, deduktiv düşünmə, düzdür? Qabağına da doğru yazıb. Deməli, görürsüz, bir-birinə uyğun gəldiyinə görə 2-ni götürdüm. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağı tapşırır. Bəli, layihə var, layihə hazırlayacaq. Layihə zaten yaradıcılıq deməkdir. Yaradıcılıq da divergentdə var. Amma qabağına yanlış yazıb da. Bu fikir düzdür, amma qabağı yanlışdırsa, deməli fikirlər uyğun deyil. Getdi, yəni işarələr uyğun deyil. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobili idarə edir. Xəritə bizim açar sözümüzdür. Xəritə nə idi? Qeyri-verbal düşünmə, amma bura analoji düşünmə yazılıb. Əslində bu qeyri-verbaldır. Və bu fikir yanlışdır. Görürsüz, yanlışdır da, çünki analoji yazıb. Qabağına da yanlış yazılıb. İşarələrimiz uyğun oldu mu? Uyğun oldu. Deməli, bu da uyğundur. Deməli, nə götürdük? 2, 4. A variantı. 18-ci sual. Kalbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı ciddi dərəcədə transgen soya vardır və geni dəyişilmiş xam maldan hazırlanır. Belə ərzaqların qəbulu sağlamlığa ziyandır. İndi baxın, mən də kalbasa yemirəm, çünki sağlamlığa ziyandır. Nə dəhşətli fikir dedi. Yəni, mənim dediyim fikrin eynisini dedi. Yəni, yeni bir şey əlavə etmədi. Bu olurdu sirkulyar. Sirkul kimi dönüb dolaşır, eyni şey deyir. Müəllim şagirdlərlə sinif iclası keçirir və sinifdə konflikti həll etmək üçün yeni həll yolu təklif etməyi onlara tapşırır. Yeni sözü varsa, deməli burada söhbət yaradıcılıqdan gedir. Verilən mövzunu, baxın burada abstrakt görürsünüz. Artıq abstrakt, sonra praktik və produktiv təfəkkürə belə bir növlər də artırılıb. Çətin deyil, elə bir cümlədən ibarətdir. Abstrakt mücərrəd anlayış deməkdir. Yəni, əllə toxuna bilmədiyimiz. Belə. Gəldik 20. Verilən mövzunu araşdıran şagird düşünür ki, əvvəlcə etibarlı mənbələri müəyyənləşdirməli, sonra isə məlumatları qruplaşdırıb təhlil etməlidir. Yəni, adam ardıcıl şəkildə deyir, əvvəlcə onu edim, sonra bunu edim, sırayla, addım-addım. Yəni, ardıcıl düşünmə. Getdik 21. Deyir, şagirdlərdə müşahidə etmək bacarığının formalaşdırılması ilə bağlı doğru fikir hansıdır? Müşahidə etmək bacarığı ilə. Deməli, buradakı müşahidə etməyi biz keçmişdik. Tənqidi təfəkkürdə də müşahidə bacarığı var idi. Yaradıcı təfəkkürdə də. Tənqidi təfəkkürdə deyirdik ki, şagird deməli problemin harda, nə zaman, nə səbəbə yaranacağını əvvəlcədən müşahidə edir. Yaradıcı təfəkkürdə deyirdik ki, müxtəlif insanların, nə bilim, uğurlu insanların fəaliyyətlərinə baxır və onların təcrübələrini izləyir, müşahidə edir. İndi buradakı müşahidə etmək yaradıcı təfəkkürə aiddir. Çünki o birisi müşahidə bacarığıdır. Adi dil müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil etmək. Bu gedir belə deyək, tənqidi təfəkkürə, deyə bilmədiyimiz sözü də. Bu getdi tənqidi təfəkkürə. Yəni, müşahidə nəticəsində tənqidi təfəkkürdə 5 dənə bacarıq idi, müşahidə. Sonra müşahidə eləyəndən sonra əldə etdiyi arqumentlərdən neyinirdi? Analitik bacarıqla işə düşürdü. Təhlil etmə bacarığı. Ondan sonra da gəldi nəticə çıxarma. Ondan sonra ünsiyyət və fikir ifadə etmə və ən sonda problem həll etmə. Yəni, bu getdi tənqidi təfəkkürə. Belə. Diskussiyalar və debatlar aparılan zaman iştirak etmək. Diskussiya, debat, tənqidi təfəkkür. Hərə öz fikrini ifadə edəcək, əsaslandıracaq. Müxtəlif insanların fəaliyyətinə baxmaq. Həmçinin analoji fəaliyyətdə məşğul olan insanların təcrübələrini izləmək. Bəli, elə buymuş cavabımız. Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bu artıq müşahidə etmək bacarığı deyildi. Bu da yaradıcı təfəkkürə aiddir, amma təcrübə aparmaq. Deyirdiyi, uğursuz ola bilərsən, amma sonuna kimi get, alınana kimi get. Bu bacarığı inkişaf etdirmək üçün sinifdə fərqli mövzularda diskussiyalar və debatlar. Bu bacarıq, yəni söhbət tənqididən gedir. Bəli, tənqidi təfəkkürü belə deyək də inkişaf etdirmək üçün sinifdə diskussiya, müzakirə, debatdan istifadə etmək daha yaxşıdır.
22-ci sualda deyir ki, cədvəli tamamlayın. Kür çayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdir. Xəritə varsa qeyri-verbal. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Deməli, daş, divar birləşməsində hər iki söz həqiqi mənadadır. Burada daş, divar deməz, başqa nümunə deyər. Yəni, sözün ilkin mənası onun həqiqi mənasıdır. Bu qaydadır. Sonra o qaydaya uyğun bir dənə də nümunə çəkib. Deməli, qaydadan nümunə nə olur? Deduktiv. Deduktiv. Türkiyə, Yunanistan subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı ilə istehsal olunur. Yağı istehsalı ilə məşhurdur. Lənkəran Astara bölgəsində subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsal edilə bilər. Baxın, bu Türkiyənin Yunanistanı deməli subtropik ərazi olmasını Lənkəranla Astara bölgəsindəki subtropik əraziyə oxşadıb. Deyir ki, orada yetişirsə, burada da yetişər. Yəni, bu nə idi? Analoji, oxşarlığın tapılması. Analoji, analogiya. Nə oldu? Qeyri-verbal, deduktiv, analoji. Deməli, cavabımız B variantı. Getdik. Məktəbimizin şagirdlərindən biri beynəlxalq təhsil sərgisində sahibkarlıq ideyalarını, sahibkarlıq açar sözümüzdür, əks etdirən layihə ilə iştirak etdi. Onun bu layihəsi böyük marağa səbəb oldu. Kompetensiya mövzusu keçmişdik sizlə. Sahibkarlığa hansı təfəkkür daxil idi? Yaradıcı təfəkkür. Sahibkarlığa daxil idi yaradıcı təfəkkür, risk almaq. Elə risk almağın özü də yaradıcı təfəkkürdür. 24-cü sual. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilməz çətinliklə, yəni problemlə qarşılaşırlar. Tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir. Komandaya rəhbərlik edən, yəni liderlik edən şagird qrup üzvlərindən kiminsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir. Oturaq gözləyək axşama qədər. Bu problem həll etmə bacarığı deyil. Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı deməli, texniki təcrübəsi ilə tanınan şagirdlərdən birinə həvalə edir. Bu da yanlışdır. Axı şagirdin belə deyək də, özündə formalaşmalıdır problem həll etmə bacarığı. Şagirdlər, yəni həmişə həyatımızda kimsə gəlib bizim problemimizi həll edəsi deyil ki, özümüz də bacarmalıyıq. Şagirdlər yaranmış problemin aradan qaldırılması məqsədi ilə bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil edir. Bəli, bax, bu artıq ortaq birgə fəaliyyət, birlikdə problemi həll yolu axtarırıq. Bu düzdür. Bu zaman bizdə deməli, problem həll etmə bacarığı var. Müəllim yaranmış halı təhlil edir, qarşı çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib şagirdlər istiqamətləndir. Baxın, yenə müəllim təhlil edir. Axı niyə? Bəs şagird nə vaxta kimi müəllim onun problemini həll edəcək? Şagirdlər düşdükləri çətin vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, hər kəs problemi fərdi şəkildə etsin. Xeyr, əgər bir problem varsa, yəni sizcə fərdi şəkildə həll etmək daha məqsəd uyğundur, yoxsa hamı eyni problemə köklənəndə daha tez problemi həll edə bilərik? Ona görə yanlışdır. Getdik 25-ci sual. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Diskussiyalar, dilemmalar üzərində müzakirələrin, zaten diskussiya müzakirə üsuludur. Dilemma seçim qarşısına qalıb məcbur birini seçirsən, sonra əsaslandırırsan ki, mən niyə bunu seçdim? Müzakirə varsa yenə hamısı nədir? Tənqidi təfəkkür. Deməli, bunu götürmürük. Problemli situasiya təqdim etməklə ən səmərəli həll yolunun seçilməsini tapşırmaq. Zaten tənqidi təfəkkürdə problemi həll etmə, qərar qəbul etmə bacarıqları var. Bəli, və deyir ən səmərəli həll yolunun seçilməsini. Adam, yəni bir neçə həll yolları var, onun içindən ən uyğununu seçəcək. Deməli, bu da tənqidi təfəkkürə aiddir. Şagirdlər öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi. Bəli, münasibət bildirmək, qiymətləndirmək, dəyərləndirmək deməli, tənqidi təfəkkürə aiddir. Diskussiya sözün görüb aldanmırıq. Ki, hədə diskussiya, bir dalını oxuyaq. Diskussiya zamanı diqqətlilik, eşitdiklərini dəqiq təkrarlamaq bacarığının formalaşdırılması. Bu, tənqidi təfəkkür deyil. Yəni, burada deyir ki, müzakirə zamanı diqqət edirəm, eşitdiklərimi dəqiq təkrarlayıram. Yəni, eşitdiklərimi eynisini təkrarlayıram. Tənqidi təfəkkür nə idi? Öz fikrini de. Faktı özündən gətir, özündən arqument gətir, özün fikrini əsaslandır. Yoxsa demirik, eşitdiyin eynisini təkrarla. Ona görə D tənqidi təfəkkürü formalaşdırmır.
Debatlarda qarşı tərəfin nitqinin yenə dəyərləndirilməsi, qiymətləndirilməsi bu da tənqidi təfəkkürdür. Getdik, klasteri tamamlayın. Təfəkkürün növlərindən biridir. 3 növü var. Məntiqi, tənqidi, yaradıcı. İndi biz bunu tapmalıyıq ki, birinci bu hansıdır? Problemə və onun həll yollarına qeyri-standart yanaşma deyirsə, deməli söhbət yaradıcı təfəkkürdən gedir. Cavablarda da biz yaradıcı təfəkkürü axtarmalıyıq. İnformasiyada dəqiqliyə baxır, tənqidi. Adam həmişə etibarlı mənbələrdən məlumat toplayır. Bu getdi. Mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün, ardıcıl qaydada işləyir, məntiqi, ardıcıl növü var idi. Yəni bu da getdi. Dəlillərə əsaslanaraq öz mövqelərini formalaşdırırlar. Faktlara əsasən mövqeyini formalaşdırmaq, məntiqi. Risk almaq. Aha, bayaq da demişdik, risk almaq, problemin həllində çeviklilik, bu cür təfəkkürə sahib insanlar elə yaradıcı budur. Bayaq da dedik, kompetensiyada keçmişik. Sahibkarlıq kompetensiyasının yaradıcı təfəkkür, risk almağa aiddir. Risk almağın özü elə yaradıcı təfəkkürə aiddir. Oxuduqlarından ümumiləşdirərək əsaslı bir nəticə çıxardırlar. Bu da aid deyil. Getdik 27-ci sual. Müəllim şagirdlərə sual ünvanlayır. Təsəvvür edin ki, ailənin maliyyəsini idarə etməyə cavabdehsiniz. Gözlənməz tibbi xərclər büdcənizə təsir edir və maliyyə sabitliyinizi təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Baxın, bayaq da dedim, problem həll etmə, qərar qəbul etmə varsa, deməli orada biz tənqidi təfəkkürü görəcəyik. Müşahidə bacarığını təkmilləşdirmək üçün uyğun deyil. Yığcam danışmaq, qeydlər aparmaq, fəal dinləyici olmaq, nəticəyə gəlməyə tələsməmək, daha çox informasiya toplaya bilərik də, düzdür. Müşahidə apararkən daha çox informasiya toplayırıq da, düzdür. Müşahidə apararkən nəticəyə gəlməyə tələsməmək var da, yəni neyinirik, əvvəlcə təhlil edirik, sonra nəticəyə gəlirik. Bəli, fəal dinləyici oluruq, çünki müşahidə bacarığında ünsiyyət bacarığı var idi, ünsiyyət və fikir ifadə etmə, tənqidi təfəkkürdən danışırıq təbii ki. Fəal dinləyici də nəyə aid idi? Ünsiyyətə. Deməli, bu da var idi. Qeydlər aparmaq, bəli, bunu da götürə bilərik. Yığcam danışmaq deyə bir bacarığımız yox idi. Qidanın tarladan süfrəyə gətirilmə prosesi, deməli, burada bir ardıcıllıq var. Qidanı dəririk, yuyuruq, doğrayırıq, süfrəyə gətiririk. Yəni, bir ardıcıllıq var. Cədvələ əsasən deməli, cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluğu istəyir, işarələrimizi də qoyuruq. Problem həll etmə bacarığını yiyələnmək üçün ilk olaraq həll edilməli olan problemi ətraflı tədqiq etmək əsas şərtlərdən biridir. Yəni ki, tədqiq etmək, yəni araşdırmaq. Yəni bir problemi həll etmək istəyiriksə, əvvəlcə o problemi kökünü araşdırmalıyıq. Yəni bu düzdür. Problemin həllini həyata keçirdikdən sonra şagirdlərin bununla bağlı tənqidi suallar verməsi, əldə edilmiş nəticələrin effektiv olub-olmamasını müəyyən etmək baxımından əhəmiyyətlidir. Bu fikir də düzdür. Yəni, nə demək istəyir? Problemin həll etdik, həyata keçirdik. Şagirdlər bununla bağlı tənqidi suallar verir. Deyir deyə, əsaslı suallar verir. Yəni, bildiniz, məsələn, deyir ki, sualın cavabına sual çıxır. Həll ediblər və o həllə aid əsaslı suallar verirsə, bu da düzdür. Tənqidi təfəkkürdür. Müəllim şagirdlərdə problem həll etmə bacarığının formalaşmasına nail olmaq üçün onlarda müşahidə aparmaq, təhlil etmək bacarıqların inkişafını təmin etməlidir. Bəli, deməli, biz tənqidi təfəkkürdə hansı bacarıqları keçdik? Baxın, bayaqlarım dedim. Ən birincisi, orada cədvəl var idi. Müşahidə. İkincisi, təhlil etmə. Üçüncüsü, nəticə çıxarma. Təhlil edəndən sonra nəticə çıxarır. Dördüncüsü, ünsiyyət və fikir ifadə etmə. Mən də qısa-qısa yazıram. Beşincisi də problemi həll etmə. Problem həll etmə. İndi burada nə dedi? Deyir, müəllim şagirdlərdə bu problem həll etmə bacarığının formalaşmasına nail olmaq üçün onlarda ən birinci müşahidə aparmaq, təhlil etmək bacarıqlarının inkişafını təmin etməlidir. Bunlar olmazsa necə gəlib problemi həll etsin? Problemi həll etmək ən görsə sonuncudadır. Deməli, bu da düzdür. Beyin həmləsi üsulundan istifadə edib
Problemin həll edilməsi üçün müxtəlif fikirlərin ortaya çıxmasına şərait yaratmaq olar. Bəli, beyin həmləsi yaradıcı təfəkkürdə idi. Ortaya yeni fikirlər, yeni ideyalar qoyurduq. Bu da düzdür. Yəni bunların dördü də düz olduğuna görə, uyğunluğu istədiyinə görə buna uyğun olanları seçəcəyik. 1, 2. Getdik deməli 31-ci sual. Problem həll etmə bacarığının formalaşdırılması ilə bağlı verilənlərdən hansı yanlışdır? İlk olaraq həll olunacaq problemin mahiyyətini, xüsusiyyətlərini müəyyənləşdirmək lazımdır. Bəli də, bir problemi həll ediriksə, birinci onun mahiyyətini, xüsusiyyətini, kökünü araşdırmalıyıq. Şagirdlər problemin həllində bir yox, bir neçə həll yolunun ola biləcəyini qəbul etmədilər. Bəli, hər bir problemin bir neçə yolu var. Biz sonra ən uyğun olanını hansıdırsa qərar qəbul edib birini seçirik. Bu da yəni düzdür. Bizdən yanlış istəyir. Problemin həlli zamanı müəllim şagirdlərlə həll yolu müəyyənləşdirərək fəaliyyətlər barədə onlara təfərrüatlı istiqamət verir. Hər şeyi müəllim edirsə, şagirddə necə problem həll etmə bacarığı formalaşsın? Elə budur. Problemin effektiv həlli üçün fəaliyyətin planlı təşkil edilməsi, prosesdə lazım gələrsə, fərqli strategiyalardan istifadə edilməsi zəruridir. Bu da düzdür. Problemi həll etdikdən sonra prosesi və nəticəni yoxlamaq, bəli, əldə olunan nəticənin effektivliyini dəyərləndirmək lazımdır. Bu da düzdür. 32-ci sualımız məsuliyyətli olmaq mövzusu ilə əlaqədar müəllim şagirdlərə məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzərinə düşən vəzifələri yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdeh daşıyırlar. Söyləyir. Bu zaman şagirdlərdən biri mən məsuliyyətliyəm, çünki hərəkətlərimə görə cavabdehlik daşıyıram. Uyğunu istəyir. Təbii ki, eyni fikri deyirsə, bu nə olur? Sirkulyar arqument. Qənaət etmək üçün hər ay xərclərimizə nəzarət etməliyik. Sən buna diqqət et. Demək istəyirsiniz ki, mən bədxərcəm. Əsas fikri qoydu kənara, yəni söhbəti başqa yerə fırlatdı. Bu nə olur? Boş adam xətası. Zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla yanaşı artıq çəkiyə və piylənməyə gətirib çıxarır. Demək istəyirsən ki, mən artıq çəkiliyəm. Nə idi bu? Boş adam xətası. 35-ci sual. Baxın müəllimlər, burada yazıb düşünmə formalarından biridir. Burada bir yanlışlığı olub. Burada əslində yazmalıydı ki, təfəkkürün növlərindən biridir. Təfəkkürün növlərindən biridir. Növlərindən biri. Təfəkkürün neçə növü var idi? 3. Məntiqi, tənqidi, yaradıcı. İndi biz bunu tapmalıyıq. Addım-addım düşünməni özündə əks etdirir. Bu ardıcıl düşünməkdir. Ardıcıl düşünmə hansı təfəkkürə daxil idi? Məntiqi. Deməli biz cavablarda məntiqi təfəkkürə aid cavab tapacağıq. Deməli deyir ki, məsələləri yeni nöqteyi nəzərdən baxmaq deyirsə, bu yaradıcıdır. Bu yəni getdi. İdeya və fikir toplamada fərqli yanaşma bacarığı formalaşdırsa, bu da yaradıcıdır. Bu da getdi. Səbəb-nəticə əlaqəsini düzgün qurmaq bacarığını Elə budur da, məntiqi təfəkkürün 4 dənə cümləsi var idi ya. Problemi sadə yolla həll edir, prosesin başlanğıcını və sonunu müəyyən edir, səbəb-nəticə əlaqəsi axtarır və faktlara əsasən mühakimə yürüdür. Baxın, səbəb-nəticə əlaqəsini düzgün qurmaq deyirsə, cavab budur, çünki biz elə məntiqini axtarırdıq. Bu fikrin etibarlı olub-olmaması yoxlamaq bu təfəkkürün, bu hansıydı? Tənqidi, etibarlı mənbələr. Getdi. Məntiqi cəhətdən əsaslı və əsassız fikirləri də ayıran, bu da tənqidi idi. Yəni, buradakı məntiqi cəhətdən sözü sizə çaşdırmasın. 36-da uyğunluğu istəyir bizdən. Uyğunluq deyir. Doğru da doğru, yanlış da yanlış. Nəsrlə nəzmi müqayisə edərək oxşar və fərqli cəhətlərini müəyyən edir. Yəni ki, sadəcə söhbət müqayisədən gedirsə, oxşar fərqli cəhətdirsə, bu olur məntiqi təfəkkür. Demişdik, məntiqi təfəkkürü ümumiləşdirmək, müqayisə etmək, fərqli oxşar cəhətlər demək. Bu düzdür. Oxuduğu məlumatdan nəticə çıxardır. Baxın, bu yanlışdır. Burada yaradıcı olaraq nə etdi ki, bu adam yaradıcı təfəkkür olsun? Ona görə bu yanlışdır. Oxuduğu mətndə ictimai hadisələri ümumiləşdirir. Baxın, ictimai hadisələri ümumiləşdirir. Bu gərək anlasın ki, ümumiləşdirsin də. Bura yazıb hafizə. Hafizə əzbərçilik, yaddaş deməkdir. Amma bura anlamaq aiddir. Anlamaq. Ona görə 3 yanlışdır.
Müəyyən mövqeyi əsaslı şəkildə dəyərləndirir, tənqidi təfəkkür düzdür. Dəyərləndirir, qiymətləndirir, bu tənqidi təfəkkürdür. Uyğunluğu istəyir də, buna uyğun nədir? 1, bunu götürürəm. Buna da uyğun hansı olacaq? 3. Deməli, 1, 3-dür cavabımız C variantı. Sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Bax, ortaq bir fikri tapmalıyıq. Fərqli mənada anlaşıla bilən sözlərdən istifadə edir. Məqsədi auditoriyanın fikrini yayındıran, söz oyunu edən hansıydı? Çox mənalı danışmaq. Müəllimin hansı fəaliyyəti şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir? Sərbəst fikir ifadə etməyə şərait yaratması. Bəli, elə öz fikrimizi sərbəst şəkildə ifadə edə biliriksə, bu tənqidi təfəkkürdür, bu düzdür. Məsələlərə qərəzsiz yanaşması. Bəli, tənqidi təfəkkürlü insanlar ədalətli olur, məsələlərə qərəzsiz yanaşır və kiminsə şəxsinə görə yox, fikrinə görə hörmət qoyur. Məqsədyönlü suallar verməsi. Bəli, məqsədyönlü suallar verirsə tənqidi təfəkkürə sahibdir. Ev tapşırıqlarının necə edildiyini yoxlaması. Bunun nə əlaqə? Uşaqlar, yəni belə deyim də, ev tapşırıqlarının necə edildiyini yoxlaması. Bu birinci müəllim yoxlayır. Bunun uşağa aidiyyəti yoxdur. Yəni burada öz fikrini ifadə etmək, fikrini əsaslandırmaq kimi nüanslar görmürük. Elə budur cavabımız. Situasiyanı obyektiv dəyərləndirmək, qiymətləndirmək də tənqidi təfəkkürə aiddir. Getdik 39, birinci hökm. Deyir, kvadrat bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Düzbucaqlı, qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Görürsünüz, belə deyim də, mənə bunlar nümunə verir. Sonra deyir ki, deməli, heç də bütün dördbucaqların tərəfləri bərabər deyil. Bəyəm, dördbucaqlar təkcə kvadratla düzbucaqlıdan ibarət deyil ki, romb var və s. və ilaxır. Yəni, bu mənə bir nümunə çəkib, sonra da mənə ümumi qaydanı deyir ki, heç də bütün dördbucaqların tərəfləri bərabər deyil. Nümunədən qaydaya gediriksə, induktiv. Sağlam və uzun ömür yaşamaq istəyirsənsə, ayaqüstü yeməklərdən və zərərli qidalardan istifadə etməməlisən. Demək istəyirsən ki, mənim ömrüm qısa olacaq. Yenə də bu adam neynədir? Boş-boş danışdı. 41. Şagirdlər qrup işində deyilən fikrə münasibət bildirən zaman bir-birinə olan münasibətdən çıxış edirlər. Aha, baxın, fikrinə münasibət bildirən zaman bir-birinə olan münasibətdən, yəni şəxsi qərəzlilik. Fikrə yox, bir-birinə olan, şəxsinə olan münasibətdən çıxış edirlər. Bu şəxsi qərəzlikdir. 42-də deyir ki, dənizdə çirklənmə səviyyəsini azaltmaq üçün müəllim beyin həmləsindən istifadə edərək şagirdlərin təkliflər irəli sürmələrini istəyir. Baxın, beyin həmləsi elə bizim açar sözümüz idi. Beyin həmləsi iş üsulu, yaradıcı təfəkkürü inkişaf etdirən iş üsuludur. Təkliflər də irəli sürülürsə, deməli yeni təkliflər, yeni ideyalar irəli sürülürsə, yenə də yaradıcı təfəkkürdür. Dərsin öyrədici olması üçün informasiyanın şagirdlərə seçici şəkildə təqdim edilməsi vacibdir. Mən dərsin öyrədici olması üçün informasiyanı seçici şəkildə təqdim edirəm. Fikir verirsə, eyni fikri dedi. Bu adam elə tutuquşu kimi təkrarlayır. Sirkulyar arqument. Gəldik 44-cü sual. Deyir ki, bitkilərin tozlanmasında həşəratların rolu var. Baxın, bitkilərin tozlanmasında həşəratların rolu var. Lakin bəzi bitkilər öz-özünə tozlana bilər. Deməli, bitkilər müxtəlif sularla tozlanır. Deməli, bunlar nümunə edir. Deməli, deyir ki, bitkilər həm həşəratlarla tozlanır, həm öz-özünə tozlana bilir. Mən artıq buradan bir qayda çıxdım ki, sən demə bitkilər müxtəlif sularla tozlanırmış. Burada birinci nümunə, sonra qayda olduğuna görə cavabımız induktiv. Bizdən 45-ci sual uyğunluğu istəyir, işarələrimizi də qoyuruq. Mürəkkəb cümlələri sadələşdirir. Bəli, məntiqi təfəkkürdür. Elə qeyri-adi bir iş görməyib. Veriləni yeni əsaslar üzərində təsnif edir. Yeni şəraitə uyğun hala gətirirsə, tənqidi yox, bu yaradıcıdır. Bax, yeni sözü görəm də, yaradıcı. Yəni, bu getdi, səhvdir. Şagird problemi müəyyən etməklə öz şəxsi izahını verir. Yaradıcı təfəkkür. Nə əlaqə? Niyə yaradıcı? Öz şəxsi izahını, öz fikirlərini, yəni sərbəst şəkildə deyir. Bu tənqididir. Deməli, bu elə yanlışdır. Mətnin əsas ideyasını müəyyənləşdirir, məntiqi təfəkkür düzdür. Uyğunluğu istəyir də, buna uyğun 1-dir, götürdüm. Mənfiyə də uyğun, bu mənfidir, 1-3-dür cavabımız. 46. İkinci kursun bütün tələbələri təşəkkürnamə aldılar.
Təranə də ikinci kurs tələbəsi. Gözün burada ümumi deyib bütün tələbələr. Sonra bir dənə nümunə deyib. Təranə deməsin, Nigar desin. Nigar deməsin, Əfsanə desin. Nümunədir də, yəni. Nə oldu? Deməli, ümumidən xüsusiyə deduktiv. 47. Nümunələrin hansı təfəkkürün növünə aid olduğunu müəyyənləşdirin. Bir də deyir ki, şagirdlərə oxuduqlarını, gördüklərini başa düşmək və qazanılmış bu biliklərə əsaslanmaq bacarığını verir. Oxuduğunu, gördüyünü başa düşmək. Görürsünüz, burada sadəcə oxuduğunu, gördüyünü başa düşür və qazanılmış bu biliklərə əsaslanmaq, yəni faktlara əsaslanmaq bacarığını verir. Bu nə idi? Məntiqi təfəkkür. Bu təfəkkürün təşviq olunduğu siniflərdə şagirdlər daha rahat və təşvişdən uzaq olur. Müəllimlər, çox vaxt mən görmüşəm ki, təşviq sözünün mənasını insanlar səhv başa düşür. Sanki məcbur edilir uşaq. Təşviqi belə başa düşürlər, bu yanlışdır. Təşviq yəni bir işi görmək üçün uşağı həvəsləndirmək, şirnikləndirmək. O deməkdir. Bu da nədir? Deyir, təşvişdən uzaq ola. Bu olur yaradıcı. Niyə? Beyin həmləsi var idi. Müəllim deyir ki, heç kim fikrini deməkdən çəkinməsin. Heç kim mühakimə olunmayacaq. Ona görə uşaqlar özünü rahat hiss edirlər. Şagird əldə olunan nəticəyə münasibət bildirir, nə bilim, fikir bildirir, qiymətləndirir, dəyərləndirir. Bu olur tənqidi təfəkkür. Deməli, məntiqi, yaradıcı, tənqidi oldu A variantı. Getdik 48-ci sual. Mənim çox nümunə çəkdiyim suallardan biridir. Bakubas avtobusuna minmək istəyən şəxs hər kəsin girəcəkdə aparata kart yaxınlaşdırdıqdan sonra nəqliyyata minməyə icazəsi olduğunu görür və anlayır ki, müasir avtobuslarda gediş haqqı nəqd deyil, kartla ödənilir. Adam yəni nümunələrə baxır da, bir adam kart yaxınlaşdı, 3 adam, 5 adam. Bu nümunələrə baxıb axırda bir nəticə çıxar, bir qaydaya gəlir ki, sən demə avtobusa minmək kartla imiş. Yəni nümunədən qaydaya gediriksə induksiya. 49-cu sual. Birinci hökm. Bağlayıcı və modal sözlər köməkçi nitq hissəsidir və leksik mənası yoxdur. Baxın, bəyəm modal sözlər təkcə bağlayıcı ilə bağışlayın. Bəyəm köməkçi nitq hissələri təkcə bağlayıcı ilə modal sözdən ibarətdir. Xeyr, bunun ədatı var, qoşması var, nidası var və s. Amma burada ikisini yazıb. Deməli, bu nümunədir. Sonra da qaydanı yazıb. Leksik mənası olması da fikrin ifadəsində mühüm rol oynayır. Köməkçi nitq hissələrin fikrin ifadəsində müəyyən rolu ola bilər. Bir sözlə burada nə oldu? Nümunəni dedi, sonra da mənə ümumi bir qaydanı dedi. Nümunədən qaydaya olur induktiv. Getdik 50. Ekoloji çirklilik insan ömrünün qısalması, xəstəliklərin artması, qidaların keyfiyyətinə mənfi təsir edir. Bu hansıydı? Bəyək o maşın xarab olmuşdu, qara tüstü buraxırdı, ekologiya çirkləndi, oksigen azaldı, bizim tənəffüs ağciyərlərimiz sıradan çıxdı. Bax, yenə də eyni şeydir. Ekoloji çirklilik, nə bilim, zavodların tüstüsü və s. axır. İnsan ömrünü qısaldır, bəli. Xəstəliklər artır. O deyirik, xəstəlik nədən yaranır? Havadan, qidadan. Qidaların keyfiyyətinə mənfi təsir edir, bəli. Bu nədir? Yəni, bir hadisənin nəticəsində başqa-başqa hadisələr yaranır. Oldu sistemli düşünmə. Voleybol komandasına şagirdlər seçirlər. Müəllim yeni dərs dediyi sinifdə 2-3 oğlanın yaxşı voleybol oynadığını bildiyi üçün sinifin oğlanlarının hamısının yaxşı voleybol oynadığı iddiasını irəli sürür. Müəllim təbii ki, burada bir məntiq xətasına yol verir. 1-2 nəfəri, indi bu 2-3 nəfəri ümumi bir sinifə qatıb, ümumi bir qrupa qatıb, hamısı. Həddən artıq ümumiləşdirmə. 52-də Aşıq Ələsgərin Çataçat şeiri dodaq dəyməzdir. Şeirdə M, B, P samitləri iştirak etmir. Deməli, dodaq dəyməzdə M, B, P samitləri iştirak etmir. Baxın, bu mənə bir nümunə verib də Aşıq Ələsgərin Çataçat şeiri. Bəyəm, dodaq dəyməz bir dənə Çataçat şeiridir? Yox. Bu mənə sadəcə birini nümunə çəkib, sonra da mənə qayda deyir ki, ədəbiyyatçılar daha yaxşı bilir də, dodaq dəyməzdə M, B, P samitləri iştirak etmir. Məsələn, Aşıq Ələsgərin Çataçat şeiri. Yəni, gördünüz, nümunədə çəkdim. Burada amma birinci nümunəni verib, sonra qaydanı nə olur? İnduktiv. Getdik 53-cü sual. Tapşırıqlar təfəkkürün hansı növün inkişafına yönəlib? Verilmiş tələbə uyğun olaraq sıranı davam etdir. Bir sıranı davam etdirirəmsə ardıcıl şəkildə bu olur məntiqi. Çünki ardıcıllıq var da, sıra, ardıcıllıq. Əsərdəki obraza münasibət bildiririksə tənqidi. Yəni öz münasibətimizi bildirəcəyik. Dənizdə çirklənmə səviyyəsini azaltmaq üçün təkliflər hazırla, yaradıcı.
Deməli, məntiq, tənqid, yaradıcı hansı variantdadır? D variantı. 54. Verilənlərdən biri konvergent düşüncə tərzinin xüsusiyyətinə aid deyil. Problemi bir yolla həll etməyə çalışmaq bizdən aid olmayan istəyir. Bəli, bu aiddir, düzdür. Bu baxır, uyğun birini seçir. Və yaxud da ki, bir yolla da tapa bilər. O divergentdir ki, mütləq alternativ yollar axtarır. Problemi həll etmək üçün müxtəlif yeni, elə budur da aiddir. Yeni həll yolu deyirsə, bu divergentdir. Bu divergentdir. Diver. Yəni cavab budur. Problemin həlli üçün mövcud ideyalar, bəli, mövcud ideyalar içərisinə özünə seçən konvergent idi. Tez nəticəyə gəlir, konvergentdir. İstifadə olunmuş yollardan istifadəyə üstünlük verir, bəli. Bu da sınaqdan keçmiş, təcrübədən keçmiş yollara baxıb onun içindən özü üçün ən səmərəlisini seçir, konvergent. 55-də birinci hökm şairin öz həyatından bəhs etdiyi əsər avtobioqrafik əsər adlanır. Baxın, bu bir qaydadır da. Zaten bu bütün fənlərə düşməyəcək. Bu ədəbiyyatçılara düşəcək. Ədəbiyyatçılar da bilir ki, belə bir qayda var. Şairin öz həyatından bəhs etdiyi əsər avtobioqrafik əsər adlanır. Sonra bəyəm bir dənə şair Füzulidir. Bu mənə Füzulini nümunə çəkib ki, Füzuli şikayətnamə əsərində öz həyatından bəhs edir. Deməli, bu nümunədir. Qaydadan nümunəyə deyiriksə deduktiv. Getdik. Zəhmətkeş bir insan mükafatın nə olmasına asılı olmayaraq düşünmədən özünü işə həsr edər. Sən isə lazımınca çalışmırsan. Demək istəyirsiniz ki, mən mükafat gözləyirəm. Gör nə əlaqə. Əsas fikri qoydu kənara, başqa yerə yönəltdi. Boldu boş adam xətası, açar sözü də var. Nərdivanı fərqli şəkildə necə istifadə etmək olar? Baxın, fərqli şəkildə. Təbii ki, yaradıcı. Yadınızdadırsa, dərslərdə sizə nümunə də demişdim. Soyuducudan fərqli şəkildə istifadə etmişdi. Əşyalardan qeyri-adi istifadə. O nə idi? Yaradıcı. Getdik 58-də. Qazlaşdırılmış şirin suları istifadə etdikdə bədən çəkisi və piylənmə riski ciddi dərəcədə artmış olur. Qazlaşdırılmış su içmirəm, çünki bədən çəkisi və piylənməni artırmış olur. Bu nə olacaq? Göz uyğunluğu istəyir. Sirkulyar arqument tutuquşu kimi təkrarlayır. Şagird kompüterdə ofis proqramında problem yaranarkən həmin proqramı silib yenidən yükləyirdi. Digər ofis proqramlarda problem yarandıqda da eyni üsuldan istifadə etməklə problemi həll edir. Elə bir ki, gələn dəfə başqa proqramda problem yaranır. Deyir, mən keçən dəfə o bir proqramı silib bir də yükləyəndə düzəlmişdi. Qoy bunu da silib bir də yükləyim. Yəni nədir? Analogiya. Oxşadır da. Şirkətlər öz məhsullarını reklam etmək üçün məşhur şəxsləri reklama cəlb edirlər. Çünki insanlar bu məhsulu onların istifadə etdiyini görəndə bu məhsula maraqları artır. Niyə? Baxın, həqiqətən həyatda belədir də. Fikir verirsinizsə, məsələn, yağı reklam edirlər, müğənnini çəkirlər. Nə bilim, nəyəsə reklam, bir soku reklam edirlər, məşhur bir aktyoru çəkirlər. Tək bizim ölkədə yox, bütün ölkələrdə belədir. Məsələn, Helin reklamları, məşhur aktyorlar çəkilir. Niyə? Çünki həmin məşhur insanın öz kütləsi var. Hansı ki, o kütlə onu o qədər sevir ki, elə bilir onun etdiyi bütün şeylər düzdür. O edirsə, deməli, düz edir də, biz də eləməliyik. Yəni, məşhur bir nəfərə, bir şəxsə özümüzü bənzədiriksə, bu özünü bənzətməkdir. Bunu cəmiyyət tərəfindən qəbul edilməyinə qarışdırmaq. Cəmiyyət tərəfindən deyir ki, hamı tərəfindən. Yəni, hamı edirsə mən dedim. Burada hamı etmir, axı, burada məşhur, gözsüz ayırıb, məşhur bir şəxs. Şagird düşünür ki, ismin yiyəlik halını bilməsə, təyini söz birləşmələrini də anlamaq mümkün olmayacaq. Düz deyir də, burada bir sıra lazımdır. Birinci gərək yiyəlik halı öyrənək, sonra təyini söz birləşməsi. Bir ardıcıllıq var burada. Yəni, bu ardıcıllıq olduğuna görə ardıcıl da hansının növüydü? Məntiqinin. Deməli, şagird sınaq nəticəsinin zəif olmasını bu ay ərzində dərslərə diqqətlə qulaq asmamasında və tapşırıqları yerinə yetirməməsində görür. Bu cür düşünən şagird hansı təfəkkürə malikdir? Baxın, bu şagird özünü qiymətləndirir də. Deyir ki, mən nəticələrim zəif oldu. Deməli, mən daha az işləmişəm. Bundan sonra çox işləməliyəm. Nə bilim, mən çox telefon oynamışam. Ona görə nəticələrim zəifdir. Yəni, uşaq bir növ özünü qiymətləndirir. Bax, qiymətləndirməyi biz tənqidi təfəkkürdə demişdik də. Qiymətləndirmək, dəyərləndirmək. Deməli, burada cavabımız nə olacaq? Tənqidi. 63-də yandırmaq, bildirmək feillərində bir subyekt olduğu üçün icbar növ hesab edilmir. Deməli, icbar növ feillərdə əsasən iki subyekt iştirak edir. Bəyəm
ancaq yandırmaqla bildirmək feilləridir. Yəni bu bizə sadəcə 2 dənə nümunə verib. Deməli nümunə, sonra da icbar növ feillərdə əsasən 2 subyekt iştirak edir. Sonra da qaydanı verib. Dediyim kimi bu ixtisaslara düşdüyünə görə məncə ixtisas müəllimləri bunu daha yaxşı biləcək. Çünki qaydanı görən kimi biləcək bu qaydadır. Yəni nümunə sonra qayda veribsə induktiv. Getdik. Deyir ki, kub və düzbucaqlı fəza fiqurlarıdır. Aha. Onların həcmini tapmaq mümkündür. Deməli, fəza fiqurları həcmə malikdir. Baxın, yenə də bəyəm fəza fiqurları təkcə kub və düzbucaqlıdan ibarətdir. Bu yanlışdır da. Təkcə kub və düzbucaqlı deyil, axı kürə var və sair və ilaxır. Yəni ki, burada da nümunəni verib, sonra fəza fiqurları həcmə malikdir. Belə bir qayda verib. Yenə nümunə, sonra da qayda oldu induktiv. Sonuncu 65-ci sualımız uyğunluğu müəyyən edin. Fikri əsaslandırmaq üçün yürüdülən mühakimə yeni bir nəticə ehtiva etmir. O hansıydı? Eyni bir fikri deyir həmişə, yeni bir şey demir. Tutuquşu kimi təkrarlayır. Sirkulyar arqument C variantı. Əsas arqumenti kənara qoyub öz mövqeyini gücləndirmək. Yəni bu adam əsas söhbəti qoyur kənara, deyir, demək istəyirsən ki, mən beləyəm. Boş adam xətası. Fərqli mənada anlaşıla bilən sözlərdən nitqdə istifadə etmək. Yəni söz oyunu edir, auditoriyanın fikrini yayındırır, çox mənalı danışmaq. Şəxsi münasibətə əsaslanıb mühakimə yürütmək. Yəni bu adam insana şəxsinə görə fikir bildirir, mühakimə yürüdür. Fikrinə görə yox. Yəni şəxsi qərəzlilik. Baxaq C, A, B, D. C, A, B, D, D variantı doğru cavabımızdır. Bitdi müəllimlər, bitdi. Deməli, siz də mənə dəstək olmaq üçün zəhmət olmasa bunu ətrafınızla da paylaşa bilərsiniz. Digər müəllimlər də faydalana bilər. Mənim də videolarım bir çox insanların qarşısına çıxa bilər. Like'larınızı, yorumlarınızı da gözləyirəm. Sağ olun.